السلام عليك يا أبا عبد الله، السلام عليك يا ابن رسول الله. Peygamber ve oğlu Peygamberin cüd zamanına salavat hediye eyle. Birden bayram salavatı zikirleyin. 99% sizden indi orucdur sizdə bu günləri. Bəlkə də oruc olanlar olub, iftarlarını açıblar. Ona görə bir bayram əhval ruhiyyəsi inşallah salavat ola. Bir salavat da inşallah ahirət aləmində əməl dəftərimizdə qeyd olsun. Əleyhissalamın nurani camalını salavat zikr edin. Allahümmə salli ala Muhammed və ali Muhammed. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. لقد كان لكم في رسول الله أسوة حسنة لمن كان يرجو الله واليوم الآخر وذكر الله كثيرا. ولما رأى المؤمنون الأحزاب قالوا هذا ما وعدنا صدق الله ورسوله وما زادهم إلا إيمانا وتسليما. من المؤمنين رجال صدقوا ما فمنهم من قضى نحبه ومنهم من ينتظر وما بدلوا تبديلا. فمنهم من قضى نحبه ومنهم من ينتظر وما بدلوا تبديلا. من المؤمنين رجال صدقوا ما عاهدوا الله عليه فمنهم من قضى نحبه ومنهم من ينتظر وما بدلوا تبديلا.
صدق الله العلي العظيم. اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار، على رسول الله وآله الأطهار. صلوات الشريف. اللهم صل على محمد وآل محمد. أعوذ بالله من نفسي ومن الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، وصلى الله على نبينا وآله الطاهرين، ولعنة الله على أعدائهم ومنكر فضائلهم وغاصب حقوقهم أجمعين، من الآن إلى لقاء يوم الدين. آمين يا رب العالمين. الحمد لله الذي جعلنا من المتمسكين بولاية علي بن أبي طالب عليه الصلاة والسلام. Aleykümselam ve rahmetullah. Peygamber ve âli peygamberin nurani gül cemalını salavat işledik. Allahümme salli ala Muhammed ve âli Muhammed. Aziz günde, əzəmətli günde məscidə cəm olmuşuq. Bayram günüdür, atalar bayramıdır. Eyni zamanda mərdlərin bayramıdır. Əsr kişilərin bayramıdır, mömin kişilərin bayramıdır. Məxsusən bu bayram elə İmam Zaman ağanın bayramıdır. İlk növbədə Həzrəti təbrik edirik. O Həzrətin qəlbi bu günləri şad olsun. Bizim burada iştirakımızla, təbrikimizlə Allah Teala cəddinin hörmətinə zuhurunu təcil eləsin. Allah gəlişi ilə Əli hökumətinin yaxından şahidi olmaq Allahımıza, hamımıza nəsib eləsin. Əlinin ədalətini o gəlib canlandıracaq. Allah Teala zuhuru ilə yeryüzündə ədaləti görməyi bizə nəsib eləsin. Və sonradan da bütün Əli aşiqlərini, İmam Əlini sevənləri, Əhl-i Beyti sevənləri təbrik edirik. Bu bayramlarınız mübarək olsun. Məxsusən də bu əziz gündə şəhid atalarını təbrik edirəm. Aleykümselam. Onlar ki, qeyrətli oğullar döyüş meydanına yolladılar. Allah Teala o valideynlərimizə can sağlığı versin. Dünyasını dəyişən ata-analarımıza Allah qəriq rəhmət eləsin. Cavanlara sözüm budur ki, nə qədər atanız sağdır, qədrini bilin, bugün gedin onu təbrik edin. Əlindən öpün, üzündən öpün. Böyük bərəkət də atanızı yanınızda hiss edin. Ata nə qədər yanınızdadır, böyük nemətdir, təəssüf olsun ki, nemət əldən çıxanda insan heyfslənir. Amma sağlığında qiymət verək insanları, sağlığında yaman deyək yamanları. Ona görə ata-anamızın qədrini bilək, məxsusən gedib təşəkkür edək ki, atacan, nə gözəl ki, sən məni halal dünyaya getirirmisən, mənim bir növrəmi halaldan qoymusan, bu eşqin mənə ötürülməsinin səbəbkarı sənsin. Bugün məxsusən onları gedib yad eləyək, zəhmətlərini itirməyək.
Yaxşı, valideynini itirənlərə də deyirəm ki, geçsinlər qəbirlərin üstlərinə. Valideynlərinin qəbri üstündə həm onları ziyarət eləsinlər, həm onları təbrik etsinlər. İnanın ki, o qədər bərəkətlər var valideynlərin ziyarətində, dünyasını değişsə də belə bərəkət mənbəyidirlər. Demişəm sizə, bəlkə bunu bir neçə dəfə də xatırlatmışam. Bu əziz gündə də yenə də deyirəm sizə. Çətinliyiniz var, istir maddi, istir mənəvi. Gedin atanızın qəbrinin üstünə, anamızın qəbrinin üstündə. Bir dua Fatihə ruhlarına hədiyyə eləyin. Dərdinizi atanızla, anamızla bölüşün. Deyin ki, ata-ana, mən dua eləyinə sıxıntım var. And olsun Allaha mən yoxlamışam. Nəticəmi almışam deyirəm sizə. Nəticə almasam, deməzdim bu sözü. Adam özüm əvvəl təcrübə edirəm, yoxlayıram. Görürüm ki, nə nəticə verir. Nəticəmi almamış deməzdim. Mən nəticə almışam. Daima atamın qəbrinin üstünə gedəndə bir sözüm olanda atamla bölüşürəm, danışıram. Deyirəm, ata xeyir dua verəcəm. Ata kömək, məni dua edəcəm ki, mənim işim bu həll olsun. İnanın Allah'a ki də həll olur da ya. Həll də olur. Söz gəldi, deyirəm, dostlardan biri mənə dedi ki, qardaşımın ailəsi dağılırdı. Sabah gedirlər boşanmağa. Uzun illər dostluq edirik. 20 ildən yuxarıda dostluq edirik. Özü yoxdur, burada danışıram. Özü burada olsa, bilirəm ki, razı olmaz. 20 ildən yuxarıda dostluq edirik. Bir gün mənə dedi ki, Hacı, atanın duasını mən, atanın xeyr duasını mən görmüşəm. Hətta vəfatından sonra da görmüşəm ki, nə qədər təsir edib. Sabah mənim qardaşımın ailəsi dağılır, boşanırlar. Zaks dairəsinə gedib boşanırlar. Sübh namazından sonra mən yatdım, yuxu gördüm. Daha doğrusu üstündən, anam yuxu gördü. Dedi, oğlum, ata o yuxuda görmüşəm. Atam mənə, atama dedim ki, oğlum boşanır. Dedi, yox, ola bilməz. Mən ağam İmam Hüseyni ev deyəcəyəm. Bax söz ağam. Mən gedib ağam İmam Hüseyndən istəyəcəm, bu ailə dağılmasın. Dedi, and olsun Allaha. Özü danışma, ben ağlaya-ağlaya danışdı. And olsun Allah, günorta qardaşım öz yoldaşını götürdü, gəzməyə getdilər. Boşanmaya getməliydilər, gəzməyə getdilər. İndi də mehriban dolanırlar. İndi elə bilməyin ki, məsələn, iş işdən keçib və valideyn aramızda yoxdur, yox. Valideynin həmişə gözü arxada qalır. İnanın Allaha ki, o deyirlər, anaların, valideynlərin həmişə gözü arxada qalır. Deyir ki, balam, gözüm səndə olacaq, dualarım səninlədir ya. Balalarımızdan müğayət olun. Dünyasını dəyişən adam həmişə onu deyir, balalarımdan müğayət olun. Onların həmişə pak nəfəsləri üzərinizdədir. Ona görə bilin ki, dərdinizdə olanda gedin onların qəbri üstünə, dua edin. Dərdinizi bölüşün də. O axmaqlardır ki, deyirlər ki, insan öldü, ruh bədənindən çıxdı, bədbəxtlər, zavallılar, yazıqlar ki, öldü, qutardı, getdi. Hətta Peyğəmbər də bizim üçün bir adam idi, öldü, qutardı, getdi. Onlar düşüncəsində olanları çıxar, normal adamlar bilirlər ki, ahirət aləminin bu dünyanın rabitəsi var, kesilmir. Fatihə dualarımızın nə qədər xeyri var, onların da xeyr duaları bizim üzərimizdədir. Şəhidləri bizi dua edir. Möminlər, dünyası dəyişən möminlər dua edir bizə. Ona görə bunları qənimət bilək. Allah bütün valideynlərimizin ruhunu şad eləsin bu əziz gündə. Əmir əl-Müminin Əli əleyhissalamın şəfaati onlara nəsib olsun. Bizə qismət olsun inşallah. Bu niyyətə salavat edək. Bugün bayram günü çox yormaq istəmirəm. Qısa danışacağım. 20 dəqiqə bəsimdir. Sonra inşallah Kərbəla Samir qardaşımız Aleykümselam bizi feyziyab eləyəcək. İnşallah mədhiyyələr oxuyar. Sonra ağzımızda şirin eləyər, bayram şirinisi. Nuş eləyərik. Allah Teala Əmir əl-Müminin Əli əleyhissalamın əlindən Kevsər bulağından içməyi bizə nəsib eləsin. Həzrəti Əli əleyhissalamın bu günləri fəzilətlərindən danışmaq istəyirəm. Fəzilətlər üçün iki cürdür. Fəzilət sözü yəni üstünlüklər, imtiyazlar. İnsanı başqasından fərqləndirən xüsusiyyətlərə fəzilət deyirlər.
Maşallah Hacı Məzahir də gəlib. Heç bəlkə də uzun illərdir ayağı bura değmir. Demişdim sağ olasın gəlib. Hacı Məzahir xoş gəlmişsən. Bayram mübarək olsun. İnşallah bir qəşəng səsi var. İnşallah bizi əli eləsin tərifatından oxuyar. Hacı Məzahir neçə ildir çıxmışsan məsciddən? Rahat 10 il var. Yox, az olar. Nə yaxşıdır. Allah salamat eləsin. Kişi sağ olanda gəlirdi mən belə səhv eləmirəm. Namazın arasında ruhunda bir salavat da ki. Allahümme salli ala Muhammed. 9 ildir keçirdi mayda 10 il vəfatından 10 il olacaq inşallah. İndi Allah cəm ölənlərimizə rəhmət eləsin. Hacı Məzahir da maşallah uzun illərdə Əhl-i Beyt bölbülüdür. Onun üçün əslində mikrofon lazımdır. Kəbul arasında görəcək ki, mikrofonsuz oxuyanda qonşulara səsi gedir. Allah ona elə güclü səs verib, mən ki mikrofonla oxuyanlar qibtə edir onu. İndi Əli Əleyhisselamın bu günləri sizə qısa surətdir, çoxdur Əlinin fəzilətindən. Mən kiməm? Götürəsən bir dənə mürəkkəblə götürəsən, əlif barmağı isladasan, okeanın suyuna batırasan, Əlinin fəzilətindən yazasan. Dənizin suyu qutarar, mənim sözümdür. Deyərsən ki, Hacıdır da, indi biraz şirdir deyir də. Yox, Quran-ı Kərimdən ayə deyirsən. قُلْ لَوْ كَانَ الْبَحْرُ مِدَادًا لِكَلِمَاتِ رَبِّي لَنَفِدَ الْبَحْرُ قَبْلَ أَنْ تَنْفَدَ كَلِمَاتُ رَبِّي. Quran oxuyanlar bunu bilirlər. Əgər bəhr geniş suyu olan yerə deyirlər, yəni okeanlar, belə desək. Dəniz bizə gördüyümüzdür. Okeanlar, böyük həcmdə su olan yeri okean deyirlər də. Əgər okeanlar Rəbbimin kəlmələri üçün mürəkkəb olsalar, Allahın kəlmələri qutarmamış mürəkkəblər qutarar. Dənizin suyu qutarar, tükənər, amma Allahın kəlmələri tükənməz. Siz elə bilirsiniz kəlmələrdən məqsəd yarpaqlar deyə, ağaclar deyə, ulduzlar deyə, yox. Deyir, nəhnu kəlimatullah, biz Allahın kəlmələri. Həzrəti İsa'nın bir adı nədir? Kəlimatullah. Əhsən, kəlimatullah. Əhl-i Beyt əleyhissalam deyir, nəhnu kəlimatullah. Biz hamımız Allahın kəlmələriyik. O kəlmələrə görə Adəmin tövbəsi qəbul olub. فَتَلَقَّى آدَمُ مِنْ رَبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ. Bəqərə surəsinin əvvəl vərəqlərindədir o. Allahın kəlmələri nazil oldu və bununla da Adəmin tövbəsi qəbul oldu. Bu günləri Həzrəti Əli əleyhissalamın onun özünə məxsus imtiyazlarından danışacağıq ki, onların müəyyən qismində hətta 11 imam da şərif deyirlər. 11 imam da şərif deyirlər. Sırf Əli əleyhissalama məxsusdur. Bismillah. Birinci fəziləti. Peyğəmbərin Əli əleyhissalam barəsində buyurdu. Əntə minni bimənziləti Harunə min Musa İlla ənəhu la nəbiyyə bə'di. Heç bir kəs üçün bu söz deyilməyib. Sənin mənə olan nisbətin Harunun Musa'ya olan nisbətidir. Fərq budur ki, məndən sonra peyğəmbərlik yoxdur. Məndən sonra peyğəmbərlik yoxdur. Əgər birdən peyğəmbər olsaydı, Əli peyğəmbər olardı. Mənası budur. Allah burada xitam verir. Amma peyğəmbərliyə davam edilsəydi, peyğəmbərdən sonra gələk. Növbəti peyğəmbər Əli əleyhissalam olmalıydı. Başqası kimə layiqdir bu məqam? Sonra ən mühüm fəzilətlərindən Qədir Xummuda dediyi peyğəmbərin mübarək kəlamı. Mən kuntu mevlahu fəhəzə aliyyun mevlahu. Mən kimin mevlasıyam? Əli də onun mövlasıdır. Bizim böyük şia alimlərindən Allamə Hilli Rizvanullah Teala aleyh ruhuna Allah şad eləsin bu əziz gecədə. Allamə Hilli əhl-i sünnən böyük alimləri ilə elmi diskusiyada, belə desə, elmi müzakirədə əhl-i sünnə alimi dedi ki, Əlinin bəli fəzilətləri var, amma siz Əlini peyğəmbər dərəcəsinə qaldırırsınız.
Əllamə Hilli bildi hardan deyir. Deyir, bir dənə mənə deyinən görüm, sonuncu Peyğəmbər bütün Peyğəmbərlərin ən üstünüdür, ya yox? Dedi, bəli. Şey vermişsin, dünyada bir dənə məzhəb, özünü Peyğəmbərə nisbət verən məzhəb yoxdur, desinlər ki, Musa Həzrəti Rəsul Əkrimdən üstündür. İsa sonuncu Peyğəmbərdən üstündür. Nuh Həzrəti Rəsul Əkrimdən üstündür. İbrahim Həzrəti, biz deyirik ki, bütün Peyğəmbərlər ki, Allah yer üzünə göndərib 124.000, onların ən üstünü Həzrəti Rəsul Əkrimdir. Cəmalına salvaz işi. İndi qulaq olsun. Gördü ardicə nə deyib? Bax, şiə alimləri dalğıcdılar, gelirlər sözün dərinliyinə, üzdə üzmürlər. Cəvahirlər sözün dərinliyində olur, üzündə olmaz ki. Deyir, bəli, qəbul edirəm, 124 Peyğəmbər ən üstünü Əlidir. Qəbul edirsən də 124.000 Peyğəmbərlərin içərisində bu Peyğəmbər bütün Peyğəmbərlərin mövlasıdır. Mövla sözü üstü rəhbəridir. Deyir, bəli, həmin o Peyğəmbər dedi, mən kimin mövlasıyam? Əli də onun mövlasıdır. Nöqtədir bu söz. Sadə deyirsən, amma dərindən fikirləşəndə görürsən nələr var bu cümlənin içərisində. Sonra Həzrəti Ali Aleyhisselam barəsində mübahilə ayəsi nazil olur. Heç kəs orada şərik deyil. Hadisəni danışmaq istəmirəm. Xülasə qısa qarşılanmaq Hristiyan tərəfləri, Məsihlər, Nəzran Məsihlər deyirlər ki, kim düzdür? Qarğış eləsin, düzünün qarğışını Allah qəbul edəcəkdir. Batil əqidə də aradan gedəcək. Peyğəmbər dedi, razıyam. Ne deyirsiniz? Allah Teala buyurdu ki, onlara deyəcəm. Nədu abna'ana və abna'akum. Biz oğlanlarımızı getiririk, siz də evlatlarınızı getirin. Və nisa'ana və nisa'akum. Arvadlarınızı getirin, biz arvadlarımızı getirin. Və anfusana və anfusakum. Özünüz də gəlin, biz özümüz də gələk. Sonra nəbtəyir. Sonra birbirimizə lənətləşək. Məsələn, Peyğəmbər Əkrəm övladları başa düşdükdə, övladlar Həsən və Hüseyndir. Qadınlar gətirdi Fatiməni. Yaxşı, bir özümüz və özümüz. Peyğəmbər təkil idi, Əlini niyə gətirdi? Əli nəfsi Peyğəmbərdir, Əli Peyğəmbərin özüdür. Burada heç kəs oyuna şərikdir. Bu cümlə fəqət Əli Aleyhisselamın cümlə. Peyğəmbərin özü də Əli. Quran ayələrin əsası. Paklığı barəsində ayə gəlib Əhzab surəsinin 33-cü ayəsi, Təthir ayəsi. İzahına keçmirəm. Sonra ona məxsus olan xüsusiyyət, fəzilət, bərəkət, imtiyaz heç kəsə o qismət olmayıb. Peyğəmbərin yerində yatıb, Peyğəmbəri terror etmək istəyən zaman Allahın razılığını qazanmaqdan ötürü Peyğəmbərin canı salamat qalsın, 13 yaşında Peyğəmbərin yerində yatıb. Hadisəni danışmaq istəmirəm. Şeytan planı cızdı. Qoca kişi surətində gəldi, bir plan cızdı onlar üçün. Necə eləyək, bacara bilmirik bu. Əbdullahın yetimi ilə bacara bilmirik. Xalqı bütlərdən uzaqlaşdırır. Şeytan gəldi bir qoca insan surətində, məşvərət gecəsi. İndi də düşmənlərimiz hər gün məşvərət plan cızırlar ki, İslamın kökünü qasdılar. Hər zaman olur bu. Şeytan da yığıncaq olur da. Şeytan yığıncağında şeytan bir insan surətindədir ki, plan belədir də. Hər qəbilədən bir nəfər əli qılınclı seçilsin. 40 tane qəbilə var da, məsələn deyək də. Qureyş qəbiləsinin 40 tane tayfası var. Bunlardan da seçək igidlərini, hərəsinin əlində bir qılınc. Gecə ilə Peyğəmbəri doğrasınlar. Yerində yatarkən doğrasınlar. Bəni Haşim hamısı ilə ki döyüşə bilməz. Adam bir tarafı ilə döyüşər də. Hamısı ilə ki döyüşə bilməz. Bacarmaz onu. Dilə əla fikirdir. Gecə indi bu plan icra olunmalıdır. Cəbrail nazil oldu Allahın vəhiy mələyi.
Peyğəmbəri bu işdən xəbərdar edir. Səni öldürmək istəyirlər. Gecə ilə sən hicrət eləməlisən və Əliyə də deyirlər ki, sənin yerində yatsın. Əli cavandır, 13 yaşı var. Peyğəmbəri gör nə deyir? Dedi, ya Rəsulallah, sənin canın fəda olsun. Mən sən yerində yatsam, canın salamat qalar. Özünü unudub Əli. Əli itib eşqə. Peyğəmbər olan eşqində itib. Mənim doğranmağıma razıyam. Ya Rəsulallah, sən salamat qalacaqsan, dedi, mən salamat qalacaqım, Allah mənə vədi verir. Vəssalam, baş üstə. Elə uzandı rahat, elə bir öz həmişə yatdığı yerdə yatır. Rahat, aram. Bu fəqət Əli Aleyhisselam'a məxsusdur. Hədislərdə var, Allah-u Müteala həmin gecə Cəbrail, Mikail, İsrafil, Əzrail 4 tane mələk dedi ki, hansı biriniz canınızı olursun yolunda qurban verər. Dedilər, can şirin şeydir. Yox, baş. Biz, məsələn, Cəbrail dedik, mən Mikailin yolunda canımı verməyə hazır olurum, mən eləyəm mən onu. O bursa dedi, eyni şeylər dedilər. Peyğəmbər onların müraciəti də Allah dedi ki, eyni yerə, baxın görün, Həbibimin yolunda aşıqı necə canlı qurban verməyə hazırdır. Gəldilər, onu müjdələdilər ki, səni Allah Teala göylərdə tərif edir. Ona görə deyirlər Leylətul Məbid. O gecə ki, Peyğəmbərin yerində yatdı. Ayə nazil elədi Allah Teala. Və minən nas mən yeşri nəfsəhu ibtiğaə mərdatillah. İnsanlardan biri var. Allah razılığından sonra ötürü satır canını. Vallahu raufun bil ibad. Allah bəndələrinə mehribandır. Onu çox istəyir. Başqa fəzilət ki, heç kəs bunda şərikdir. Fatimənin həyat yoldaşıdır. Xanımlar xanımının həyat yoldaşıdır. Və 11 imamın atasıdır. Həsənlə Hüseynin atasıdır. Heç kəsə bu fəzilət nəsib olmayıb. Sonra misli görünməyən elm Həzrəti Əlidədir. Görün, hədisə bax. Bunu eşitmişsiniz. Deyirlər, ənə mədinətul ilm və aliyyun babuha. Mən elmin şəhəriyəm. Peyğəmbər buyurur da bunu. Əli də onun qapısıdır. Bədbəxtlər dedilər ki, filan kəslər də onun tavanıdır. İmam Bakir ağa dedi, şəhərin tavanı olur. Şəhərin tavanı olsa ona ev deyərlər, saray deyərlər də. Üstünü örtüldü, onu şəhər deməzlər ki. Mən elmin şəhəriyəm. Əli onun qapısıdır. Muhammed Hüseyin Şəhriyat, Allah ruhunu şad eləsin. Deyirdi ki, deşiyi axtarma, bu şəhərin belə dərvazəsi var. Qapıdan girərlər də, deşikdən girən oğru deyərlər. Pəncərdən tullanan oğru deyərlər. Şəhərə qapıdan girərlər. İndi bir hədis biləcəm. Bu hədis fərqlidir, bax. Buyurur ki, Nəhnu mədinətul ilm. Biz elmin şəhəriyik. İmamlar deyir o. Nəhnu mədinətul ilm və aliyyun babuha. Əli də onun qapısıdır. Bu fərqli müraciətdir. Sonra şücaəti dillər əzbəridir. Dillər əzbəri. Yeganə deyərdim bəlkə şəxsiyyətlərdəndir ki, heç vaxt düşmənlə üzbəüz çıxmaqdan qorxmayıb. Yaşı, məharəti, pəhləvanlığının dillər əzbəri olmasından çəkinməyib. Əmr ibn Əbdəvid adam diyordu ki, o div idi. 1000 nəfərə bərabər pəhləvan, 1000 nəfərin qabağınız. Deyəcəksiniz ki, düzəldirlər, xeyri var. Elə pəhləvanlar var ki, 10 nəfərin qabağına çıxır, 100 nəfədir. Elə pəhləvanlar 1000 nəfərə bərabər. Heç kəs ona təkbətəyi döyüşdə yara vura bilməyib. Və Həzrəti Əli əleyhissalam şücaətinin mislidirəm, düşmənə bir dəfə zərbə vurub, bir qılın zərbəsi ilə öldürüb. Bir qılın zərbəsi ilə öldürüb. Amma Əmr ibn Əbdəvidi bir qılın zərbəsi ilə öldürmədi. Gördü ki, düşəndə atının ayaqlarını kesti, birinci bunun ayağını kesti. Deyindi, bilərsən ki, at, o heyvan nə günahı vardı, o heyvan nə çəkir, ağrı çəkir, onu hiss edəcəm. Heç vaxt düşmənə arxa çevirməyib, heç vaxt meydanda əli titrəməyib. Gör, şücaətinin misalını deyib, bütün bəşəriyyət
şeytanın qoşunu ola. Bir dənə mən tək qalsam, heç kəs olmaya, qətiyyən qorxmaram gedərəm üstən. Bu, bilirsən bu nə deməkdir? Buna Əli deyə bilər, bunu başqa kim deyə bilər? Buna Əli deyə, o iman təvəkküldə gör hansı dərəcədədir. Zöhdü barəsində çoxdur söz al. Mən zöhdü barəsində və bir də infaq etməyi barəsində deyəcəyəm. Yeganə şəxsiyyətdir ki, namazda sailə, ehtiyaclıya öz üzüyünü ehsan edib, zəkat verib. Heç bir imam namazda zəkat vermir. Bir də Əli əleyhissalam. Bir də Əliyə məxsusdur. İnnəmə vəliyyukumullah və rəsuluh vəl-ləzīnə āmenū əl-ləzīnə yuqīmūnəs-salāte və yu'tūnəz-zəkâ və hum râki'ûn. Sizin rəhbəriniz Allah'dır, onun rəsuludur və namazda namaz qılıb, rükû halında zəkat verənlərdir. Allah cəms formada o cümləni yetirib. Budur. Hazreti Ali əleyhissalam. Və Hazreti əleyhissalamın xüsusiyyətidir. Hazreti əleyhissalamın məxsusdur. Cümlə ki söyləyib, o sözə ehtiram olaraq 11 imamın heç biri o sözü təkrarlamayıb. Səlûni qəblən təfqidûni. Nə qədər məni itirməmisiniz, əyləşəsiz, əyləş burada. Nə qədər məni itirməmisiniz, aranızdan getməmişəm, soruşun. Vallahi göylərin yollarını yerdən daha mükəmməl bilirəm. Hardan sual versə cavab verirəm. O biri imamlar atalarına, babalarına hörmət olaraq bu cümləni təkrar eləməyiblər. Və yeganə sonuncun deyirəm və sözü verirəm Kərbəla Samir qardaşıma. Samir qardaş tələsər ha. Sonra o yoxsa ki, Hacı Məzaliyə birinci sözü sənə verərdim. Amma inşallah Samir üçün başqa bir məclisə gedəcək. İnşallah Kərbəla Samirdən sonra söz sənindir inşallah. Bu günləri Əliyinin tərifatını eşitdik Allahın köməliyini. Qəlbimizi şad edərsiniz. Sonuncu sözdə deyirəm, yeganə fəzilət ki, heç bir imama aiddir, Əmirul Müminin. Adı fəqət Əli əleyhissalamın məxsusdur. Bir gün səhabələrdən biri İmam Sadiqin huzuruna girəndə dedi, Əssalamu aleyki ya əmirəl müminin, salam olsun ey müminlərin əmiri. Həzrət dedi ki, mən səni bu işdən çəkindirirəm. Bu ad fəqət babamız Əli əleyhissalama məxsus, Allah tərəfindən verilib. Müminlərin əmiri. İmamət onunla tanınacaq. Münafiq Əliyə düşmən olmaqla tanınacaq. Sevənlərin imanı Əliyə olan məhəbbətlə tanınacaq. Vəssalam. İlahi salam verirəm, izzət və əzəmət və bu əziz bayram günündə səndən hədiyyə istəyirik. Əli əleyhissalamın hörmətinə ilk növbədə günahlarımızı bağışlayacaq. Pərverdiyara tövbələrimizi qəbul edin. İlahi Pərverdiyara istək budur, bu bayram günündə Həzrəti Əli hörmətinə İmam Zaman ağının zuhurunu təcil edin. İlahi dostlarını sevindirginə, düşmənlərini xar elə. Bu məclisdə zəhmət çəkirlər, əzizlərimiz xidmət göstərirlər. İştirakları ilə məclisə bəzəydilər. İlahi hazətlərini rəva elə. İlahi bu məclisə heç kəsi əli boş yola salma. Dualarımızın qəbul etməsindən ötürü salavat zikir. Allahümmə səllə alə Muhammed. Bugün dəhrə Əli Şahi Vila gəldi. Mübarəkdir ki, ümmətdən bəla getdi, səfa gəldi, mübarəkdir. Muhammed Mustafa təyin edən vəqti onu Mövla, mələklərdən, fələklərdən səda gəldi, mübarəkdir. Mərizi cəhlə bir öylə təbibi lütf edib Allah, könül dərddən xilas oldu, şifa gəldi, mübarəkdir. Mətahid
dəhrdən hər kim gözün çəkdi əli misli. Xuda zikri ona ruhə qida gəldi, mübarəkdir elə nur. Əxz edib hüsn-i həqiqət afitabindən, bu zülmət aləmə sanki ziya gəldi, mübarəkdir. Onun tək kim olar aşık Resulullah'a, Allah'a, müsəffa eşqinə həqdən riza gəldi, mübarəkdir. Xudaya suziyə, Xudaya suziyə zarəm ona sadiq olan nökər. Mənə şahım Əli məthi əta gəldi, mübarəkdir, mübarəkdir. O nur-i müncəli gəldi, o nur-i müncəli gəldi. Gözəller gözəli gəldi, fələk deyir, mələk deyir, Əli gəldi, Əli gəldi. Gözəller gözəli gəldi, Əli gəldi, Əli gəldi. Gözəller gözəli gəldi, Əli gəldi, Əli gəldi. Gözəller gözəli gəldi, Əli gəldi, Əli gəldi. Bu Heydər dərdə dərmandı, təbibi dərdiməndandı. Nəziri yoxdur aləmdə, hamı aləmə sultandı. Gözəller gözəli gəldi, Əli gəldi, Əli gəldi. Gözəller gözəli gəldi, Əli gəldi, Əli gəldi. Deyək bunu. Gözəller gözəli gəldi, Əli gəldi, Əli gəldi. Gözəller gözəli gəldi, Əli gəldi, Əli gəldi. Əmir el-müminin Heydər gəlib aləmlərə sərvər edə İslami himayət ola yavər peyğəmbərə. Gözəller gözəli gəldi, Əli gəldi, Əli gəldi. Gözəller gözəli gəldi, Əli gəldi. Bundan da ucadaya bilərsən. Gözəller gözəli gəldi, Əli gəldi, Əli gəldi. Gözəller gözəli gəldi, Əli gəldi, Əli gəldi. Gülüm bağı cinan gəldi, o
Ali bede bu dünyanı sefayı gülstan geldi. Güzeller güzeli geldi. Ali geldi, Ali geldi. Güzeller güzeli Ehsan. Bir de diyelim. Güzeller güzeli geldi. Maşallah. Güzeller güzeli geldi. Ali geldi. Geldi. Azizan şahı vilayet. Güzel olmahi vilayet olup Kabe'de anadan gelip olmadani gayret, gelip olmadani gayret. Güzeller güzeli geldi. Ali geldi. Güzeller güzeli geldi. Ali geldi. Ali geldi. Ali geldi. Ali geldi. İmam-ı Evvel Can-ı Peygamber Hazreti Heydar Ali Şiir dilaver Fatih Kheyber Hamıya server Ali. Sağ ol sahip. Sahip gönderdi bana. İmam-ı Evvel Can-ı Peygamber Hazreti Heydar Ali Şiir dilaver Fatih Kheyber Hamıya server Ali. Ali Ali Mola, Ali Ali Mola, Ali maşallah bunu yaxşı oxuyursunuz. Ali 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 maşallah bir de Ali Ali sen pelahim darune darim Ali razon yazım zikir namazım mehrem razım Ali çırağım sen pelahim darune darim Ali razon yazım zikir namazım mehrem razım Ali. Selam yaxşı oxudu da eşqinə baxın. Ali Ali Mevla, Ali bir də Ali Ali Mola Ali Heydar
Şule-i meşer sahibi minbereli, eşki musevver çeşmeyi eter hamıya rehbereli. İlleti hilket sahibi solet medeni gayret eli, kenz şerafet şems hidayet eyni adalet Ali. Ali Ali beh beh ha işk ve kurban Ali Ali Mola Ali 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 beh Ali Ali Mola Ali. Nuri hidayet rah-ı saadet pənah-ı ümmət Ali, məni ismət bəhr-i səxavət humayi rəhmət əlim. Hüccət-i yəzdan natiq-i Quran mənbə-i iman Ali, imam-ı xubim şahid əlirim mahi munirim Ali. Ali 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 Mola Ali Uca Ali Ali yorulma Ali bir de Ali Ali Mola Ali Ali Mola Ali 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 Mola Ali. Her iki dünya sen bize Mola yaver Taha Ali. Ey mehitaban server xuban et bizi mehman Ali. Lengeri yerler zineti göyler sağı-i Kusar Ali. Gayreti derya naib-i Taha hemser-i Zehra Ali. Ali Ali Mola beh Ali 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 Mola Ali uca denen Ali 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 Mola Ali can Ali Ali. Gör ne güzel erşi tutup dem bugün. Gör ne güzel erşi tutup dem bugün. Yattı bize kısa keder gam bugün. Seslerine sen ağlanı hem bugün hem de ki ayende dinen ya Ali men deyirəm siz de deyin. Men deyirəm siz de deyin. Ali doğdu vilayet güneşi aleme sağı getir süzmeyi can bademe. Kalbimi der adın onun zemzeme ruhum ola zinde denen Ali. Ruhum ola zinde denen Ali. Men deyirəm siz de deyin. Men deyirəm siz de deyin. Ali adımı çek et dilimin ezberi. Çünkü odur şinyelerin rehberi. Allah özü metheleyip heyderi. Sen de gel ey bende denen Ali. Sen de gel ey bende denen Ali. Men deyirəm siz de deyin. Men deyirəm siz de deyin Ali. Zikrede yadın değişe halımız
Kurban ola devletimiz, malımız, yom-i kıyam nami emalımız. Olmaya şer mende denen, men deyirəm sizdə deyin. Harda eşitsən o adın zikrini, hem de Allah'a yetir şükrünü. Adı gelende ağanın fikrini, etme perakende denen. Men deyirəm sizdə deyin. Bir defa ömründe denen, bir defa ömründe denen. Ben ki dedim bir defa deybi yok. Sen onu zikreyle melekten de çok. Ziddi Ali'ye bu şuar olsun o. Şam-ı seher günde denen. Ben deyirəm sizdə deyin. Cəhdinə dur, zikri də öncərgədə. Dur hamıdan öndə dinən. Dur hamıdan öndə dinən. Bu adı zikr etmədə göstər həvəs. Zəhmətünü qbada ki getməz həbəs. Zikr elə ta qurtulacanda nəfəs. Laf belə ölsən də dinən. Sen de denen. Ali men deyirəm sizdə deyin. Ali men deyirəm sizdə deyin. Ali zikri Ali vakti namazdan değil. Ta ona vaktinde dil etsinmeyin. Artsa da mal devletimiz il be il. Müşküle düş sen de denen. Ali müşküle düş sen de dinen. Ali men deyirəm sizdə deyin. Şiəliyin ta yazılıb adı var. Əhsən ola fənni də ustadı var. Səslə ki mola yetişən dadı var. Var olasan dildə denən. Ali men deyirəm sizdə deyin. Zikri Ali zikrilerin tacıdır. Zikri Ali müminin meracıdır. Seyyid onun lütfüne mühtacıdır. Kalmaya da mende dinen. Men deyirəm sizdə deyin. Men deyirəm sizdə deyin. Ali 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 ya dinen bunu Ali Ali Top gibi hala. Ya Ali 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 Ya Ali 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 Ya Ali 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 Ya Ali verseler eşkünde mənə sərəgər bala vəzində içərəm. Ya Ali adımı görsəm yazılıb torpağa. Min yolu adı öpərəm ya Ali. Min yolu adı öpərəm. Ali min yolu adı öpərəm. Ali 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 ya Ali 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 Çok zayıf. Ali bilmem tortu gördü. Ali 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 ya bir de uçadan Ali Ali ya Ali 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 ya Ali 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 ya Ali yok bilirsen ömrülere etibar bir günüm ben de ölerem ya Ali
Yox bilirsən ömrlərə etibar, bir günü biz də ölərik ya Əli. Qəbrə qoyub hamı gedəndən sonra orada səni gözləyərəm ya Əli. Orada səni gözləyərəm Əli, 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 ya Əli denən Əli, Əli. Ali, 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 ya Ali. Ali, 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 ya Ali. Hər nə sual eyləsələr qəbrdə, hər nə sual eyləsələr qəbrdə, ayrı sözüm yox deyərəm, ayrı sözümüz yox deyərik. Ali, qəbrimin əvvəl gecəsi gəlməsən, qəbrimin əvvəl gecəsi gəlməsən, Fatimə canı küsərəm ya Əli. Fatimə canı küsərik ya Əli. Əli, 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 ya Əli. Əli, Əli, Ali, 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 ya Ali, 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 ya Ali, 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 ya Ali. Əgər o məclisə getməsəydim, davam eləyəcəkdim. Qoymayacaqdım tortiyasız. Oxuyacaqdıq, amma buyurdular ki, burada əziz qardaşımız var, o da qonaq gəlib. İnşallah siz yaxşı olar ki, o qardaşımızı da dinləyərsiniz. Yavaş-yavaş bu şirindən meyil eləyərsiniz. Allah bu bayramı hamımıza mübarək qərar versin inşallah. Ömrümüzün axırıncı bayramlarından qərar versin inşallah. İstəyənlərə Həzrət Əli Əleyhisselamın ziyarəti nəsib olsun. Kim istəmir ki? İstəməsəydim burada olmazdı ki. İstəyənlərə ziyarət və şəfaət nəsib olsun inşallah. Mədihi qazansan fərizad eylərəm, mədihi qazansan fərizad eylərəm, düşməni bu lafzı-da xar eylərəm, can verəyəm, mövzuyəm, nisar eylərəm, qiblə-i ürfam Əlidir, Əli. Mədh edərəm dəhridə ey sərvərim, mədh edərəm dəhridə ey sərvərim, Nuh-i Süleymandır onun çakərim, mülküm səlasındadır o kafərim, Qavkim-i üdvan Əlidir, Əli. Əlini tanıyam, tanır xudani, yəni Əliyə qiymət verməyəm, nəsli zinadır. Əlinin mövzudi olmuş Beyt-i Xudadan, Əlinin mövzudi mövcud-zimadır. Əlini vəsf edən var kündə qüdrət. Allah lənət eləsin sizlərə, bizi Əlinin haqqında Qur'anda ayə yoxdur. Gözünüzə yalan deyirsiniz. Əlini vəsf edən var kündə qüdrət, Əlini vəsf edən bir həl ətadır. Əlinin damənin, Əlinin damənin, dur sən də ey məddam,
şəfadır. Peyğəmbər cəmalına salavat işlədir inşallah. İnşallah sözümü qutarıram. Allah Hacı Ərzəman qardaşımızın can sağlığı versin, ailəsinə kömək olsun. Yaşımız var dedi, 50 yaşım var. Allah Hacı Ramsın əmiyə rəhmət eləsin. Elə kişilər az gəldilər, əsrlər. Onun ruhu bunlar şartdır. Cəmiyyən də ruhu haqqında salavat işlədir inşallah. Bir gün Həzrət Əli əleyhissalam evdən çıxdı. Bu yəqindir. Bir dənə geri qaralır. Ət alanda, ət dükanına gedəndə bir dənə geri qaralır. Ət dükan da bilir ki, sənin də verməyə lazım. Ağa da bir dənə yerdən həmişə ət alarmış. Bir gün Ağa Həzrət Əli əleyhissalam evdən çıxdı. Həmin dükanın qabağından keçəndə diqqət elə. Ağa salam verdi, keçdi, salamını aldı. Gözəl insan idi, ət satan. Dedi ağa, bugün sənə layiq bir ət kesilir. Gəl 5 kilo, 10 kilo verim sənə apar günə. Ağa gör ne dedi? Dedi yanında pul yoxdur. Dedi ağa, bir gözlü gələn gəl bu ətdən verim. Gör ağamız ne dedi? Dedi olmaz ki ya, qarnıma ən vereyim, qarnım bir gözdəsin. Bu nefsdən gedir Allah Teala, an verir ki izzetinə, cəlalı xatirinə. Allah Teala bizi nefsimizə qurban eləməsin cəmiyə. Ağamızın ruhu haqqında bir sələvat işləyək. Çox demeyeceğim, 2 ben şey okuyacağım ama vaciyesi la ilahe illallah Muhammedun Resulullah Əliyyum Vəliyullah da hamımız zikr söz inşallah qəbul olar. Allah deyib dayanmışam. Allah deyib dayanmışam. Avdan dayan yanmışam. Sənə görə sayılmışam. Yallah la ilahe illallah bəs Muhammed Resulullah ey yaradan bu dünyanı ey yaradan bu dünyanı hem torpağı hem mani Müslümani la ilahe illallah Muhammed Resulullah secde edip eylem boş şahidimdir gözümde yaş son nefeste deyəydi kaş la ilahe illallah Muhammed Kur'an şerif kitabımdır Kur'an şerif kitabımdır Hazret Ali cenabındır bu dünyada hem ahirette inamımdır la ilahe illallah Teşhir kaldı Allah'ımız 12'dir imamımız budur meşhur kelamımız
canım var. Eğer beni yuxudan təkdə sənəm, gümanım var ziyadəyəm. Ziyadəyəm, söyləyəm, bilməm bu məd hekayətini. Xuda nəsib eləsin, zənni ordu çəkənlərəm, Nəcəfi, Kərbəla, Məhkəm, ziyarətini ərsi bər həmi aləm. Kimdi babi nicat, deyil Muhammed, Ali Muhammedə layiq salavat. Maşallah, maşallah, Hacı Məzahir gözəl səsi ilə feyziyab elədi. Allah Teala ona bərəkət versin. Hazreti Ali Aleyhisselam'dan mükafat alsın. Salamatlarına, sesinin daha bərəkətli, rövnəqli olmasından ötürü salavat-ı şərif. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bir şiir de ben diyeyim bu mecliste. Hazreti Ali Aleyhisselam barəsində oxumayacağım ha. İki dənə məddah və bəs. Bu şeiri oxuyurum inşallah, bilirəm Hacı Məzahirin xoşuna gələcək. İnşallah hamısının xoşuna gələr. Çünki məddahlara yaxşı şeir olanda bilirlər ki, onu bir dənə vermənəm. Bilirəm ki, mənim ki, xoşuma gəlir, bir dəfə əzbərləmişəm. Kaş şeirin bəndləri çox olaydı. Heyf ki, az yazılır. Bəhruz qardaşımız var Binədən, Hacı Bəhruz. Həm gözəl şairdir, həm özü də bəstələməyi var. Beşinci adı gözəl, özü gözəl rüqəqə ilahisi o bəstələyir. Sözü də özünə məxsusdur. Yiyün, amma qulaq olsun. Deməli, bir gözəl şeir yazıb Əli Aleyhisselam barəsində. Əli can, tut mənə əl qəbrimin əvvəl gecəsi. Başımın üstünə gəl, qəbrimin əvvəl gecəsi. Yoxdur ümidim o yerdə, çata sənsiz dadıma, etdiyim ən xoş əməl, qəbrimin əvvəl gecəsi. Nura qərq etmək üçün qəbrimin əvvəl gecəsin, gəl ey ay yüzlü gözəl, qəbrimin əvvəl gecəsi. Fələk ömrüm boyu güldürmədi, ağlatdı məni. Dünya belədir də, Allah rəhmət etsin Seyyid Əzimi. Qəmxana olan mülküdə hal eyləmək olmaz. Fələk ömrüm boyu güldürmədi, ağlatdı məni. Bari güldürsün əcəl, qəbrimin əvvəl gecəsi. Bəhruz ölsəm də yerəm qəbrimin üstündə mənim. Qoy oxunsun bu qəzəl, qəbrimin əvvəl gecəsi. Allah Teala Hazreti Ali Aleyhisselam'ın nurlu baxışını qəbrimizin əvvəl gecəsi bizdən əsirgəməsin. Ama bir ben xahiş elədi səndən, bir ben xahiş elədi. Allah rəhmət eləsin cəmi şüəraya. Hacı Arif qardaşımızın da ruhu şad olsun bu məclisdə. Onun Əli qapısına yazdığı şeiri doğrudan da dillər əzbər oldu. Şeir var ki, çox şeirlər var yazılır, amma görsəm biri qəlbə elə yol tapır. Uzun müddətdə sonra dillər əzbər olur, yaşayır qəlblərdə. Allah onun da bu məclisdən müşahid eləsin. Etməsən silgələnvan şəhi mərdan qapısın, qeyri mümkün açasan Roze-i Rizvan kapısın. Ali'den isten izati o duraklara yor. Nerevadır gedib agil döyen nadan kapısın. Her kapı Hakka yetirmez seni aktar semtinin. Yoksa hepsiyle ne var
açmağa şeytan kapısın. Aç vəsiyyət gözünü, bir kapı açmazdan əzəl, bu gözəl bəddən sənə göstərər irfan kapısın. Buğda boyda bir əvəl sahibi sən hökmü və bak, Yuya bir nur eləyib Fəthi Süleyman kapısın. Qətrədən ötürü nə dəvadı bu bir dövrdə kim dağıdır kafirin ümmani Müslüman kapısın. Bu kapı için bir asar var ki sədaqətli adı. Ali Aleyhisselam'ın kapısına girmek istedim. Bu kapı için bir asar var ki sədaqətli adı. Çok sonunda mənim. Bu kapı için bir asar var ki sədaqətli adı. Ki gedazadəsən sevgilə sultan kapısın. Can kuşun şəhri nədən səmtinə göndər Arif, qoy ziyarət eləsin bir dəfə canın kapısın. Ya Ali, Can Ali, bu mevludun mübarek. Ya Ali, Can Ali, bu mevludun mübarek. Ya Ali, Can Ali, bu mevludun mübarek. Ay maşallah. Zatın Allah mezheridir ya Ali, kibrin senden beridir ya Ali. Zatın Allah mezheridir ya Ali, kibrin senden beridir ya Ali. Bu hatayı geysen Hagani'den gamberinin gamberidir ya Ali. Bu hatayı geysen Hagani'den gamberinin gamberidir ya Ali. Ya Ali, Can Ali, bu mevludun mübarek. Ya Ali, ay maşallah, bu mevludun mübarek. Ya Ali, Can Ali, bu mevludun mübarek. Ya Ali, Can Ali, bu mevludun mübarek. Allah bayramımızı mübarek eləsin. Allah bu məclisə əyləşənlər, xidmət görsədənlərin nə hacəti var, rəva eləsin. Bu cəmlə bahəm, bütün arzu seçənlər yaxından Ali Aleyhisselam'ın qəbri şərifini ziyarət etməyi hamımıza nəsib eləsin. Muhammed və Ali Muhammed'e salavat-ı şerif. Allahümme salli ala Muhammed ve Ali.